Azərsüd, Evita Gözəllik Mərkəzi, Diablonun baş sponsorluğu, Bioline Jato kosmetik vasitələrinin xüsusi sponsorluğu, Nur Mobilyanın sponsorluğu ilə Şəfalı Həyat başladı. La Casa Blanca, entre ritmo y fantasía, una guitarra un gitano canta, canta mi Andalucía. De Granada a Casa Blanca, tú me vales en la playa, con tus ojos negros chiquita y con tu boca enamorada, enamorada como tú, enamorada como tú, enamorada como tú, enamorada como tú. No hay nadie como tú. La Casa Blanca, entre ritmo y fantasía, una guitarra un gitano canta, canta mi Andalucía. De Granada a Casa Blanca, entre ritmo y fantasía, una guitarra un gitano canta, canta mi Andalucía. عيونك حلوة شفايفك غنوة عيونك حلوة شفايفك غنوة يا عيني ويلي 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 قولوا ما شاء الله. De Granada a Casa Blanca, entre ritmo y fantasía, una guitarra un gitano canta, canta mi Andalucía. De Granada a Casa Blanca, entre ritmo y fantasía, una guitarra un gitano canta, canta mi Andalucía. يلا بينا يلا يا حبيبي يلا نفرح ونقول ما شاء الله. يلا بينا يلا يا حبيبي يلا نفرح ونقول ما شاء الله. Bugün tam fərqli Şəfalı Həyat yenə də sizinlədir. Bu gözəl balalarla bərabər bugün Şəfalı Həyat hər bir bizi, hər bir evi buradan salamlayır. Bugünkü verilişimiz tam fərqli olacaq. Çünki bugün hansı gündür elə o gün. Bugün iyunun 1-idir. Uşaqlarımızın beynəlxalq müdafiə günüdür. Və bugün bizi üçün hər bir kəs üçün əzizdir. Çünki evlatlarımız, bizim balalarımız, körpələrimiz bizim xoşbəxtliyimizdir, bizim gələcəyimizdir. Hər bir evdə hər zaman evlat, körpə səsi gəlsin. Bu balalar hamısı böyüsün, bizim gələcəyimiz olsun. Çünki biz hər bir ana, hər bir valideyn nə istəyir? Balalarımızın xoşbəxtliyini istəyir. Və bugün bütün balalarımızı buradan Şəfalı Həyatdan salamlayıram. Bütün gözəl balalarımızı bugün bayram münasibətinə təbrik edirəm. Və bugün gözəl rəqsi nümayiş etdiklərinə görə bu gözəl balalar, Banu rəqs qrupuna təşəkkür edirəm. Başda da bədii rəhbər
rəhbər Aytan Süleymanova təşəkkür edirəm. Aytan xanım, çox sağ olun, çox gözəl komandamız var. Odur ki, mənim əzizlərim, bugün bizi ilə qalın. Çünki bugün elə bizim balalarımıza həsr olunan belə gözəl bir gündür. Gözəl qızlarımıza bugün təşəkkür edirəm, gözəl rəqsimizə görə. Sizə uğurlar arzu edirəm. Çox sağ olun, təşəkkür edirəm. Şəfalı həyat isə qaldığı yerdən davam edir. Bugün yenə də şəfalı həyat sizinlədir. Və doğrudan da mən deyərdim ki, bu ən gözəl gündür. Burada çox analar var. Hal-hazırda izləyən bizi analar, valideynlər. Hər birimizə hər zaman nə arzu edirəm? Balalarımızın gözəl gününü görək. Çünki bizim balalarımız bizim gələcəyimizdir. Bugün bizim studiyamızın belə gözəl balası da var. Safiyam bugün bizimlədir. Gözəl şeirlərlə, gözəl rəsmləri də bugün bizi təəccübləndirəcək. Verilişimizin növbəti qonaqlarını dəvət etmək istəyirəm. Bugün Art Story by Fidandan. Bugün bizim gözəl Safiyamız gözəl rəsm nümayiş edəcək və digər balaca qonağımız da var. Gəlin İbrahim. Ay maşallah. Onu da deyim, İbrahimin çox gözəl əl işləri var. Bugün elə bizim veriliş boyunca bizə nümayiş edəcək. İstər Safiya qızımız, istər İbrahim balamız. Və təbii ki, yaradıcılıq, rəsm olsun, rəqs olsun, şeirlər olsun. Bugün musiqi, bugünkü verilişimiz tam bizim gözəl balalarımıza həsr olunub. Safiya qızım, sən gedirsən öz rəsmini çəkməyə, sən də öz rəsmini. Buyurun, siz başlayın rəsmini. Hal-hazırda bizim balaca balalarımız qoy rəsmlərini çəksin və biz verilişimizi davam edirik. Odur ki, bizimlə qalın. Şəfalı həyat verilişimiz davam edir və bugün növbəti qonaqlarımızı təqdim etmək istəyirəm. Bu ailəni təqdim etməyə ehtiyac yoxdur. Çünki bu ailəni hər kəs tanıyır. Rəhman ailəsi və bugün bizim gözümüzün önündə böyüyən Nuray balamızı və ailəsini bura dəvət etmək istəyirəm. Buyurun.
da sözün əsl mənasında istedadlı ailə budur. İstəyər atası, istəyər bizim Nuray balamız. Xoş gəlmisiniz. Təşəkkürlər. Və Təşəkkür sizə təşəkkür edirəm. Belə gözəl istedadlı evlad böyüdübsünüz. Mən buradan bütün Azərbaycan xalqımıza birinci növbədə onu arzu edirəm ki, evladlarımıza dəyər verərək onlara yatırım edək. Yatırım burada istedad, ya musiqimi, şeirlərimi, bilgilərimi odur ki, mənim əzizlərim. Sizə təşəkkür edirəm. Doğrudan çox möhtəşəm ifa oldu. Çox sağ Biz də sizə olun. təşəkkür edirik belə gözəl enerjiyə görə birincisi, belə gözəl atmosferə görə Təşəkkür edirəm. fürsətdən istifadə edib bütün balalarımızı təbrik edirik bu gözəl gün münasibəti ilə. Azərbaycanımızı işıqlı gələcək arzulayırıq. O evladlarımızı hamısına gözəl bir gələcək arzulayırıq və xoşbəxtlik arzulayırıq. Və bərabər hamımız deyirik, təbrik edirik. Və əyləşin. Bir daha Şəfalı Həyata xoş gəlmisiniz. Təşəkkürlər. Və bugün studiyamızın qonaqları var. Bundan öncə də vurğuladım. Deməli, Rəhman ailəsi, Gülnar xanım, Nuray qızımız, Nuray balamız və Rəhman bəy. Sizə bu, belə deyək də, bu yolunuzda uğurlar arzu edirəm. Çünki çox istedadlı. İnanın, siz bundan öncə ifanızla bütün bura studiyaya bir başqa bir enerji qatdınız. Onu da nəzərinizə çatdırım ki, skripkada ifa etmək üçün insanın tam belə deyək, xüsusi musiqi duyumu olmalıdır. Siz mənə razısınız, Rəhman müəllim? Bu əslində rus dilində absolut nüsluq Bəli, deyil. Dəqiq bəli. tərcümə də olunmur tam olaraq. Bəli. Xüsusi musiqi duyumu mənə gəlir ən düzgün söz olar. Çünki həqiqətən də burada pərdələr yoxdur. Hissiyatla əlaqədar bir alətdir. Bütün alətlər hissiyatla əlaqədardır, amma skripka əl-xüsus. Ümumiyyətlə skripka sözü də rus dilində skripit sözündəndir, cırıltı sözündəndir. Bəli. Bunun dünyada gözəl bir adı var, violin. Vaylanda. Yəni ki, elə ən gözəl adı əslində da bizə də kamandır. Bu da çox gözəl bir addır. Amma skripka qalıb da hamının ağlında, amma kaman. Bəs Rəhman müəllim, üzr istəyirəm, adınız Rəhman. Bu çox gözəl bir mövzudur. Məni hamı Rəhman kimi tanıyır. Çünki Nuray Rəhman populyar Bəli. oldu və hamı mənə Rəhman elə bildilər ki, Nuray Rəhman qızıdır. Bəli. Elə mən də elə Rəhman bizim bilirdim. familiyamızdır. Və Soyadımızdır. Bəli, soyadımızdır Rəhmanov və milliləşdik deyən ona elə deyir Rəhman. Amma mənim adım Əkbərdir. Amma problem Nə yoxdur. maraqlı. O deyir əmr etsə segah da oynayaram. Çox sağ olun, təşəkkür edirəm. Mən istəyirəm Nuray öz təbriklərini etsin. Çünki o qədər gözəl ifan var Nuray balam. O qədər gözəl onu içindən gəlir, sevgi dolu. Mən hər zaman insanları duyaraq qəbul edirəm və bugün sizi xüsusən dəvət etmişəm. Çünki səni çox sevirəm. Sizi ifalarınızı hər zaman izləyirəm və doğrudan da mənə o qədər belə deyim də enerji verirdim, musiqiyə sevgi. Sevgi hər şeydə olmalıdır. Mənim əzizlərim, bax, evladlarımıza elə bu dəqiqə bizə baxırsınız. Hər biriniz gedin, o evladınızı bağrınıza basın, onu bəsləyin. Doğrudan da o deyir, mən bir həkim dietolog kimi bir mövzuna da toxunacağam. Gündə 12 dəfə qucaqlaşma bizim bədənimizdə oksitosin və serotonin kimi hormonları artırır və bu da bizə bol enerji verir. Odur ki, hər bir kəs bu dəqiqə bizə baxırsınız Şəfalı Həyata. Gedin bir-birinizi qucaqlayın, bir-birinizə sevginizi etiraf edin. Elə mən də istəyərdim ilk öncə Bəli. bizi dəvət etdiyiniz üçün təşəkkürümü bildirim. Bu gözəl gündə belə gözəl enerjili verilişə və əlbəttə ki, ekran qarşısında əyləşən bütün tamaşaçıları salamlayıram və əlbəttə ki, bütün yaşlılarımı və bütün uşaqları ürəkdən təbrik edirəm. Hər zaman üzümüzdə təbəssüm olsun, hər zaman sevinc dolu olaq və heç zaman hansısa bir xırdalıqlara görə pis olmayaq və valideynlərimizin başına hər zaman uca edək. Amin. Amin. Gülnar xanım, siz nə deyəcəyiniz var? Belə gözəl fəxriniz var sizin. Bəli, min şükür, əlbəttə ki, Allaha şükür ki, belə övladlarımız var. Öncə valideynləri təbrik etmək istəyirəm ki, doğrudan da belə övladlar var, onlara nəsib olub və doğrudan Nurayın sözünə də qoşuluram ki, qoy bütün valideynlər öz övladlarına baxıb hər zaman fəxr etsinlər. Amin. Bütün amin, övladlar amin. xoşbəxt və sağlam böyüsün, Amin. ən Elə əsası. buradan hər kəsə onu arzu edirik. Bizi bu dəqiqə baxan bütün valideynlərə bir şey arzu edirəm ki, hər zaman evladlarımız xoşbəxt, sağlam, sağlam ən önəmlidir. Xoşbəxt, sağlam və nə? Onlara hər zaman baxaq, biz qürur duyaq. Amin, amin, amin. Hə, və mən kiçik bir əlavə eləmək istəyirəm. Bəli, bütün valideynlərə arzu edirəm ki, öz evladlarını duysunlar. Biz bu maddi imkan düzdür, lazımdır, amma bu ona baxmır. Məsəl üçün, mən çox xoşbəxtəm ki, mən kiçik yaşlarımda mənim valideynlərim məni duydular. Daha doğrusu atam evdə idi. Bu da bəlkə bir, mənim də atam televiziyası işçisi olub, anam da. Bəli. Və atam evdə idi, onun evdə olan gününə düşdü də, yəni bazar günü idi deyəsən, səhv eləmirəmsə. O vaxt cizgi filmi, yəni ki, biz otururduq, ancaq televiziyada izləyirdik, YouTube yox idi, belə şeylər yox idi. Yəni həmişə deyirəm ki, siz xoşbəxtsiniz, əlinizdə bu cür imkanlar var, internet var, hər şey var.
cizgi filminə baxarkən mən bəyəndim skripkanı, dedim mən bundan istəyirəm. Elə bildim oyuncaqdır. Oyuncaq kimi Və mən də qəbul atamdan elədim. görüb bəyənmişəm, Və atam bunu istəmişəm. görüb dəyərləndirdi və studiyada tanış olduğu, telestudiyada tanış olduğu musiqiçi dostunu dəvət elədi bizə evə. O da mənim sluxumu yox. Yəni dərhal o vəziyyətdən istifadə elədi. Amma atam o rəhmətli onu buraxsaydı o məqamı, mən haralara gəlib çıxardım, Allah bilir. Ona görə bütün valideynlərə Bəli, deyirəm bəli, ki, çox uşağı önəmlidir. üzr istəyirəm. Bizim Azərbaycanda belə bir ənəm var. Uşaq dərslərini yaxşı oxuyur, qurtardı. Xeyr, uşaq dərsə məktəbə gedib gəlməklə məsələ həll olunmur. Bəli. Sən cəmiyyətə uşaq buraxırsan, insan buraxırsan, bilməlisən nə buraxırsan. Bu cəmiyyətə lazımlı olmalıdır, xeyirli olmalıdır. Məktəbə hamı gedir, gəlir. Amma ortalığa nə çıxır? Görürsən üzr istəyirəm, xuliqanlıq çıxır. Cürbəcür xoşa gəlməz bu gün sosial və səhifələrdə çıxır. Bunlar olmamağı üçün biz onları çalışmalıyıq, məşğuliyyətə cəlb eləmək. Onların hər birinin içində gözəl istedad yatır. Rəssam ola bilər, nə bilim, Elə yazıçı ola indi bilər, bax bu musiqiçi ola dəqiqə bilər. Şəfalı Həyatı izləyən bütün tamaşaçılarımız, valideynlər. İdmançı ola bilər Necə ki bizim. Rəhman bəy, mənim evladım da özü də dünya çempionu olubdur, neçə dəfə Azərbaycan birinciliyi olubdur. Maşallah. Elə buradan qoy hər bir valideyn, Rəhman bəy necə çox gözəl onu dedi, biz evladlarımızı duymalıyıq. Duymasaq da çalışmalıyıq ki, duyaq. Odur ki, bugün bu Şəfalı Həyat verilişində hər bir bizə bir şey arzu edirik ki, gələcəkdə gözəl evladımız, istedadlı, bacarıqlı, özünə həyatda tapmış və sözlü demiş evladımız olmaq üçün onu elə bugün, bu andan duymağı bacarmalısınız. Təşəkkür edirəm və keçirik Nuray balamızın gözəl ifasına. Bir balaca əlavə edeyim. Nurayın yeni mahnısıdır. Düzdür, keçən ildə təzə mahnıdır, amma bu da son zəngə aid mahnıdır. Bəli, artıq sayılı günlər qalıb son zəngə. Bəli. Artıq hamı gözləyir bu son Hamı zəngi. uğurlar arzulayırıq. Məktəb Bəli. bitirən bütün məzunlara uğurlar arzulayırıq. İnşallah universitetə qəbul olsunlar. Necə deyirlər, ali məktəblərə daxil olsunlar, qəbul Bəli. olsunlar. Elə Nuray da buradan gözəl ifasına onları artıq təbrik etsin. Necə tez keçdi illər, indi çalınacaq son zəng. Aparır bizi gələcəyimizə. Gör necə zəng çalındı məktəbli illərində. Biri dərsə çağırdı, o biri tənəffüsə. Səsi qulağımdadır, necə tez keçdi illər. Yenə o zəng çalsın, qayıdaq sinifimizə. İndi zəng çalınacaq, amma bu o zəng deyil. Bilirsiniz adı nədir? Hamı birlikdə desin. Son zəng bizi çağırır, son zəng bizi ayırır, son zəng bizi aparır gələcəyimizə. Son zəng bizi çağırır, son zəng bizi ayırır, son zəng bizi aparır gələcəyimizə. Gör necə zəng çalındı məktəbli illərində. Biri dərsə çağırdı, o biri tənəffüsə. Səsi qulağımdadır, necə tez keçdi illər. Yenə o zəng çalsın, qayıdaq sinifimizə. İndi zəng çalınacaq, amma bu o zəng deyil. Bilirsiniz adı nədir? Hamı birlikdə desin. Son zəng bizi çağırır, son zəng bizi ayırır, son zəng bizi aparır gələcəyimizə. Son zəng bizi çağırır, son zəng bizi ayırır, son zəng bizi aparır gələcəyimizə. Son zəng bizi çağırır, son zəng bizi ayırır, son zəng bizi aparır gələcəyimizə. Son zəng.
Verilişimizin baş sponsoru Azərsüdə təşəkkür edirəm. Mənim əzizlərim, siz də sağlıqlı, təbii, orqanik, keyfiyyətli qidalanmaq istəyirsinizsə, rahatlıqla Azərsüdün bütün məhsullarından istifadə edə bilərsiniz. Baxın, insan var ki, deyir ki, mən pəhrizdəyim, kərə yağı olmaz. Elə mən deyirəm ki, bütün insanlar kərə yağı gündə 30-40 qram yeməlidirlər. Əks halda hormonal disfunksiya olacaq. Pendir nə edir? Bizim əhval-ruhiyyəmizi artırır, triptofanı artırır, gözəl bizə əhval-ruhiyyə verir və təbii ki, bizi tox tutur. Odur ki, səhər süfrənizi Azərsüdün məhsullarından açın, dadlı, faydalı qidalanın, hər zaman formada qalın. Kimlə? Elə Azərsüdlə. Təbii dad, təbii ki, öz fermamızdan. Verilişimizin baş sponsoru Diabloya dərin təşəkkürümü bildirmək istəyirəm. Mənim əzizlərim, əgər sizdə şirniyyat istəyi varsa və fikirləşirsiniz ki, hansı şirniyyatdan istifadə edim ki, kilo almayayım, gözəl formada olun, o zaman rahatlıqla, mən sizin həkim diyetolog Şəfa Yadigarova bunu rahatlıqla, güvənlə deyirəm ki, Diablonun bütün məhsullarından istifadə edə bilərsiniz. İstəyər vaflilərindən, istəyər konfetlərindən, istəyər şokoladlarından, istəyər kurabiyələrindən, yəni hər biri çox dadlıdır. Şəkər qəti şəkildə yoxdur. Tərkibində yalnız stevia əvəz edicisidir və onu da nəzərinizə çatdırım ki, bu şirniyyatlardan həm şəkəri diabetdən əziyyət çəkən insanlar istifadə edə bilər. Tərkibi 100% keyfiyyətlidir. Odur ki, güvənlə, rahatlıqla deyirəm, hər biriniz kim ki şirniyyat sevənlər varsa, rahatlıqla Diablonun məhsullarından istifadə edə bilərsiniz. Verilişimizin baş sponsoru Evita Gözəllik Mərkəzinə dərin təşəkkürümü bildirmək istəyirəm. Mənim əzizlərim, xanımlar, əgər gözəl formada olmaq istəyirsinizsə, gözəl görünmək istəyirsinizsə, birbaşa siz də elə Evita Gözəllik Mərkəzinə baş çəkin. Evita Gözəllik Mərkəzində istəyər make-up, istəyər saç düzümü, istəyər gözəl bir formada qalmaq istəyirsiniz, spa, masaj, tay masajı, idman. Odur ki, mənim əzizlərim, siz də Evita Gözəllik Mərkəzinə gedin, gözəlliyinizə biraz da gözəllik qatın. Komandaları peşəkar söz ola bilməz. Nəzərinizə çatdırım ki, Evita Gözəllik Mərkəzində Bialine Jatonun bütün məhsulları satışdadır və bugün Bialine Jaton lifting kremi haqqında danışmaq istəyirəm. Çox möhtəşəm lifting effekti verir. Dəridə olan bütün məsamələri yığır, dərini yığır, göz altı qırışları aradan götürür və çox gözəl bir formada olursunuz. Bir dəfə edəndən sonra artıq gözəl bir nəticə alırsınız. Odur ki, mənim əzizlərim, gözəl formada qalmaq üçün Evita Gözəllik Mərkəzinə müraciət edin. Azərsüd Evita Gözəllik Mərkəzi Diablonun baş sponsorluğu, Biolayan Jato kosmetik vasitələrinin xüsusi sponsorluğu, Nur Mobiliyanın sponsorluğu ilə şəfalı həyat davam edəcək. Azərsüd Evita Gözəllik Mərkəzi Diablonun baş sponsorluğu, Biolayan Jato kosmetik vasitələrinin xüsusi sponsorluğu, Nur Mobiliyanın sponsorluğu ilə şəfalı həyat davam edir. Get me out of my head, can't stop this feeling inside. All day a song in my head, it makes me sing like that. And I'm ready to go, and I'm ready to go, and I'm ready to go. When I get out in my bed, then I'll make it home. Yeah, I gotta see it, but till this song in my head, but till this song in my head, but till this song in my head, but till this song in my head. And I'm ready to go. La Sofía, mi primera novia en Kinder María y mi primer amor se llamaba Talía. Tengo una colombiana
Y dice que mi bicho está cabrón. Yo dejo que jueguen con mi corazón. Quisiera mudarme con todas por una mansión. El día que me case te envío la invitación, muchacho, deja eso. 창이가 좋아하는 랜덤 게임 게임 스타트 아파트 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 kissy face sent to your phone but I'm trying to kiss your lips for real red hearts that's what I'm on yeah come give me something I can feel don't you want me like I want you baby don't you need me like I need you now see tomorrow but tonight go crazy all you gotta do is just meet me at the 아파트 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 Dan Ulduzları rəqs qrupuna təşəkkür edirəm. Maşallah. Bravo. Xədicə xanım Mirzəyeva burada böyük bir əziyyəti görürəm. Səhərdən nə qədər əziyyət çəkdi. Təşəkkür edirəm Xədicə xanım və bütün sizin gözəl belə rəqs qrupuna. Bugün nə günüdür? Uşaqlar günüdür və sizə bugün hədiyyələrimiz var. Sponsorlarımızdan indi onları təqdim edəcəm. Oğlanlarımıza və qızlarımıza hədiyyələrimizi təqdim edək. Səfiyə, balam sən mənə kömək edə bilərsən? Onlara süt ver, hamıya ver, payla. Ver, bu 2 dənə götürün uşaqlar. İçin, güclü olun, dişlərimiz, sümüklərimiz bərk olsun və gəl bunları da paylayaq. Və bizim piçenyalarımız şəkərsiz, unsuz, glutensiz balalarımıza rahatlıqla verin, sağlam böyüsünlər. Bəh. Şokolad sevən kimdir burada? Ay, şokolad sevən götür. Safiyə, sən də ver uşaqlar, gör kimə çatmayıb. Bir daha təşəkkür edirəm. Şəfalı həyat verilişinin bugünkü uşaqlarımıza həsr olunmuş verilişimiz davam edir və istəyirəm baxaq görək. Bugün bizim gözəl balalarımız var, hansılar ki bugün gözəl rəsmlərini şəfalı həyata təqdim etdilər. Səfiyə balam, nə çəkdin? Mən çəkdim göy qursağı. Ay can, sənə qurban. Bəs indi bunu qoy, gəl məndən bərabər, əlbi ver. Bəs İbrahim balamız nə çəkibdir? Buyur. Yaxın gəl İbrahim. Uşaqlar günü münasibəti ilə çəkdim. Uşaqlar günü münasibətinə gözəl belə şarlar çəkdi. Çox sağ ol İbrahim, təşəkkür edirəm. Bugün rəsmlə də bərabər Safiyə balamız bizə gözəl bir şeir təqdim edəcək. Bizim gözəl balalarımız üçün hədiyyəsi var. İndi buyur mikrofon tut və hündürdən şeirimi de. Ufaqlar bu dünyada çox qiymətinlidir. Benzeriniz coşkun çaya, həyatı sevincidir. Dillərindən bal axır, ürəkləri ovlayır, könül yandırıb yaxır, qəlbləri avlayır. Hər körpənin öz nazı, baldan şirin dili var. Gətirir evə yazı, hər qəlbdən dərdi qovar. Siz həyat günəşi, balaca körpələr, gözünüzün aytəfi, cahana aç səpələr. İndi Səfiyə balamız, sənin təbrikin var uşaqlara. Nə demək istəyərdin uşaqlara? Bütün uşaqları təbrik edirəm. İndi İbrahim balamız da öz təbrikini eləsin, buyur. Uşaqlar günü münasibəti ilə bütün uşaqları təbrik edirəm. Bizim dostumuzdan bugün balacalarımız üçün hədiyyələr olacaq. Gəlin təqdim edək görək burada nə var? İçirsiniz və tez böyüyürsünüz, güclü olursunuz, sümüklərimiz güclü olur. Bay, buyur. Bəli, ay nə qəşəng. Elə sizə oxşayır o. Bəli. Təşəkkür edirəm. Amma bizim digər də sponsorumuzdan hədiyyəmiz olacaq. Onu gətirirəm bir dəqiqəyə. Və bizim növbəti sponsorumuzdan bugün hədiyyələrimiz olacaq. Balaca qonaqlarımız üçün şəkərsiz, glutensiz, unsuz şirniyyatlardan siz də yeyin və sağlam olun. Buyur. Mənim İbrahim balam. Bax, bu da sənin hədiyyən. Çox sağ olun, təşəkkür edirəm. Safiyə balamız, sənə təşəkkür edirəm. Gözəl rəsmlərimizə görə sizə uğurlar arzu edirik. İstedadlı uşaqlardan danışarkən mən digər bizim bir balaca qonağımızı da təqdim etmək istəyərdim. Təəssüflər olsun ki, o bugün Bakıda, Azərbaycanda deyil, amma ürəyi bizimlədir. Hal-hazırda digər ölkədə Azərbaycanımızı təmsil edir. İdmanla bağlı, gimnastika ilə bağlı Ayla balamızın da buradan
uğurlarına sevinərək onu da təbrik edirik. Amma onun da bizə deyəcəkləri, təbrikləri var. İndi isə keçid alaq Ayla ilə bağlı bizim süjetimizə. Ayla Abdullazadə 4 yaşından bədii gimnastika ilə məşğul olur. Qısa müddət ərzində balaca Ayla müxtəlif beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edərək bir çox uğurlara imza atıb. İştirak etdiyi bütün yarışlarda birincilik qazanan Ayla 6 qızıl medal və 2 kubokun sahibidir. Bu gün də Qazaxıstanda Almatı şəhərində birinci yeri tutdum. Mənim 5 dənə medallarım var. Qızıl medal. Bütün uşaqlara bayramını təbrik edirəm. Biz də Aylaya gələcək yarışlarında uğur və bol şans arzulayırıq. Bugünkü make-up'ıma görə və saç düzümümə görə Evita Gözəllik Mərkəzində çalışan make-up ustam Şəhla xanıma və saçıma görə Elvina xanıma dərin təşəkkürümü bildirmək istəyirəm. Bugün gözəl verilişimizə oturduq, söhbətlər elədik, əyləndik, musiqi, rəqs və bu komfortu bizə yaratdığına görə Nur Mobiliya, başda da Rəşad bəyə dərin təşəkkürümü bildirmək istəyirəm.
qədər gözəl onu içinizdən ifa edirsiniz. Bəlkə çox gözəl sinxronluq var, ha? Siz bir-birinizi duyursunuz. Deyirəm də bu sizdə irsidir. Musiqi istedad, musiqi duyumu insanda ailədən gəlir. Təşəkkür ederim. Mən şübhəm yoxdur ki, sizin də gözəl musiqi duyumunuz var. Dostlarıma da demişəm ki, yəni bir komanda olaraq hardasa ifa eləyəndə, tədbirlərdə heç vaxt qarşınızdakı insanı küçümsəməyin, düşünməyin ki, o musiqidən xəbəri yoxdur və öz dilimizdə desək, onu anlatmağa çalışmayın. Çünki musiqi ayrı bir yerdə dayanan bir, mən deyərdim ki, dindir. Mən ona musiqi din gözü ilə baxıram. Dini necə hər bir insan qəbul edə bilər? Hər bir insan istədiyi dini seçə bilər, elə deyil. Musiqi də ayrıca bir dindir və o hər bir insana verilib. Baxmayaraq ki, məsəl üçün onun kameramanı olsun, maşın ustası olsun, motorist olsun, ayaqqabıçı olsun, pinəçi olsun. Fərqi Buna yoxdur aid yox, sahədən. bütün sahələrdə olan insanın musiqi duyumu bəlkə də bizdən də yüksək ola bilər. Yəni biz bilmirik, mən musiqi sənətindəyəm, amma o insan başqa sənətdir. Amma onun duyum söhbəti var. Bu duyum ola bilər ki, daha yüksəkdə olsun. Ona görə kimin duyumu yüksəkdirsə, qalib odur. Ən böyük musiqiçi odur. Elə insanlar var, hərdən deyirlər ki, niyə mən getmədim vaxtında? Yəni görürəm, yoxlayıram, baxıram, hiss edirəm ki, çox böyük duyumu var. Yəni ona görə çalışmalıyıq ki, maksimum. Siz amma doğrudan da maksimum özünüzü belə musiqiyə verirsiniz və həsr edirsiniz. Onu da deyim ki, çox gözəl musiqi idi. Bundan öncə də sizdən biz danışanda dediniz ki, özüməm bəstəkar. Bəstəkar çıxmasın, biraz öz bəstəmdir. Bəli, bu instrumental əsər və mən bunu Ulu Öndərimizə həsr elədim. Əsərin də adı Arzunun gücüdür. Nuray ingilis dilində yaxşı deyir onu. Elə doğrudan da Adını da elə Nuray qoydu ki, qoy ingilis dilində olsun belə. Çox möhtəşəmdir. Təşəkkür edirəm. Bilirsiniz, Şəfa xanım, bizim uşaqlığımız biraz ağır illərə düşdü. Sovet dönəminin keçid dövrünə düşdü. Heç yəni unutmuram ki, uşaq idim. Hər zaman da o vaxt Milli Televiziya ASTV var idi yalnız və ona baxırdıq. Həmişə çətin bir anlar idi 90-cı illər və bir gün atam da orada işləyirdi, orada çalışırdı. Bir gün qayıtı dedi ki, Əliyev gəldi. Yəni biz o dövrdə çox narahat idik uşaqlığımız ki, bilmirdik necə olacaq, nətər olacaq, acınacaqlı bir devir idi. Qısa demək istəyirəm, yəni ki, o gəldi və Allah Ulu Öndərə rəhmət eləsin. Doğrudan da o arzunun gücüdür bugünkü gün ki, Azərbaycanımız belə inkişaf eləyir. Allah Ali Baş Komandanımızı qorusun, onun ailəsini qorusun ki, bax, onun tapşırıqlarını, dediklərini aparırlar və doğrudan da Azərbaycanımız çiçəkləndi. Bu gün tanımaq olmur. Bizim uşaqlığımız o devir hara və bugünkü gün hara. Bugünkü gün gəncləri deyirəm, siz xoşbəxtsiniz, siz də olursunuz belə gözəl inkişaf eləmiş, gözəl bir ölkədə. Günü-gündən gözəlləşir, hər şeydə bütün imkanlar var. Elə yeri gəlmişkən sizin sözünüzü tamamlamaq istəyirəm ki, Ulu Öndərin gözəl bir sözü var idi. Uşaqlar bizim gələcəyimizdir və biz bu gün nə ediriksə, onların gələcəyi üçün edirik. Qoy elə bu günləri, bu bayram günündə bizim gözəl balalarımızın hər zaman gələcəkləri gözəl olsun. Hər zaman Azərbaycanın bayrağını, necə ki bundan öncə dediyimiz kimi Ayla balamız bütün dünyada tanıdır, bütün digər ölkələrdə tanıdılar. Elə də Nuray balamız gözəl o ifası ilə Azərbaycanımızı hər yerdə təmsil edəsən. Sənin səsin nəinki Azərbaycandan, sənin səsin bütün ölkələrdən, dünyadan gəlsin. Doğrudan da mən hər zaman deyirəm, bizim balalarımızın fəxri bizim fəxrimizdir və hər bir balamız digər ölkələrdə Azərbaycan bayrağını qaldıranda o bizim hər birimizə fəxridir. Əlbəttə ki, mən də bu günə kimi Azərbaycanımızı digər ölkələrdə təmsil etmişəm. Gündən sonra da edəcəm, bəli. Və bu mənim qarşımda bir məqsəd kimidir və mən də Ulu Öndərimiz demişkən fəxr edirəm ki, Azərbaycanlıyam. Ay maşallah. Biz hamımız fəxr edirik ki, biz Azərbaycanlıyıq. Xüsusi olaraq mən qeyd eləmək istəyirəm, həmişə biz bir yöndə görmüşük ki, bizim əzizimiz, vitse-prezidentimiz Mehriban xanım həmişə dəstək olub uşaqlara. Cürbəcür tədbirlər təşkil olunur və biz də o tədbirlərdə iştirak etmişik. Xüsusilə də yaradıcılıq sayəsində, mədəniyyət sayəsində. Bəli, İdarə Fondunun dəstəyi ilə hələ Nurayın da 1 iyunda konserti olmuşdu. Daha gözəl bir konsertdə iştirakı olmuşdu. İlk addımı elə oradan da başladı. Neçənci ildir yadımda deyil. 2016-cı il səhv eləmirəmsə Antalya Expo'da uşaqların elə müdafiə gününə düşdü. Həsr olunmuş bir konsert idi. Nə gözəl. İlk addımları belə başladı. Hər bir balalara arzulayıram ki, valideynləri onlara baxıb fəxr eləsinlər. Bizim də Nuraydı fəxrimiz. İndi görək də, o birisilər də yetişirlər. İnşallah Nuraya da. Sübhan da var, onlar da məndən küsə bilərlər. Sübhan da gözəl piyanistdir. Artıq inkişaf eləyir inşallah. Balaca da skripkaya harda skripkanı çıxarda bilmirəm evdə. Balaca gəlir, qaça-qaça. Yəni bu sevgidir. Elə yer gəlmişkən. Bəli, sevgi olmalıdır. Bəli, Nurayın timsalında
bütün gözəl balalarımızı təbrik edirəm. Bugün belə xüsusi gündür və görürsünüz ki, Şəfalı Həyat verilişimiz məhz bugünkü buraxılışı bizim balalarımıza həsr olundu. Bugün bizim studiyamızın, verilişimizin çox qonaqları oldu. Necə ki, Nuray qızımız bütün ailəsinə bərabər, elə də gördünüz ki, rəsm çəkənlər, elə buradan yeri gəlmişə Art Story by Fidan mərkəzinə də təşəkkür edirəm. Bugün bizim studiyamızı belə rəngarəng şarlarla, gözəl bəzədi. Doğrudan da insan studiyaya girəndə adamın ürəyi açıldı. Uşaqlar da çox şən, gözəl bir veriliş etdik. Elə buradan King Dekorun rəhbəri Gülər xanıma buradan dərin təşəkkürümü bildirəm. Artıq təəssüflər olsun ki, doğrudan da heç istəmirəm ki, verilişimiz bitsin. Çox maraqlı veriliş oldu. Bu arada sizin heyətinizə doğrular arzulayıram. Kamera arxası zəhmət çəkən bütün heyətə. Yenə deyirəm, mənim valideynlərim televiziya işçiləri olub, onları həmişə dəyərləndirirəm mən. Və istəyirəm sizin, elə bilirsiniz ki, sizi əli boş qaytaracaq. Gördünüz ki, bütün balaca balalarımıza da hədiyyələr oldu. Amma sizin də xüsusi hədiyyələrimiz də, bəli, Nuray balamızın hədiyyələri olacaq. Mən istəyirəm Nuray balama da xüsusi hədiyyələr təqdim edim. Və, ay maşallah, maşallah. Görürsünüz də, görürsünüz. Burada görürsünüz ki, sizə belə şirniyyatlar. Bundan öncə mənə sual verdilər ki, nə şirniyyatlardır? Bəli, bədən insanı kökəltmir, formada saxlayır, yeyirsiniz, kilo almırsınız, şəkərsiz, glutensiz, sağlıqlı şirniyyatlar gördünüz. Bu da sizindir. Tanış deyilik, inşallah amma tanış olarsınız, öz fikirlərinizi bizdən paylaşarsınız. Günlara xanım da gözəl-gözəl belə kəsmikdən şirniyyatlar hazırlayın. Ayranla için sağlam olun. Təşəkkürlər. Sponsorlarımızdan sizə hədiyyələr təqdim oldu. Odur ki, mənim əzizlərim, hər zaman bizi ilə qalın, hər zaman sağlıqlı həyata addım edin və hər zaman şəfalı həyat, bacardığı qədər faydalı məsləhətlərindən, gözəl ifalarımızdan, gözəl musiqilərimizdən, gözəl söhbətlərimizdən biz hər zaman sizinlə, hər birimizi burada, bütün evinizdə olan gözəl balalarımızı buradan Şəfalı Həyat komanda tərəfindən sizi təbrik edirik. Çıktı gün gül oyandı, her taraf ol boyandı. Derdimden neçə oğlan yanar, o da qalandı. Mən güləm gül üzüm, belə heç zamas olmaz. Mənim kimi gözəli belə sevməmək olmaz. Mən güləm gül üzüm, belə heç zamas olmaz. Mənim kimi gözəli belə sevməmək olmaz. Dağdaşından aşmıram, küsmüşəm, barışmıram. Hamıdan gözəl mənəm, lakin heç tanışmıram. Mən güləm gül üzüm, belə heç zamas olmaz. Mənim kimi gözəli belə sevməmək olmaz. Mən güləm gül üzüm, belə heç zamas olmaz. Mənim kimi gözəli belə sevməmək olmaz. Xalqımın günləri nə gözəl, necə şən keçir. Ən şirin arzular ürəyimdən keçir. Çala-çala min səfər hər nəfər yurdumuzda. Abad olur el olarkən şəhər yurdumuzda. Yurdumda Açma-aça güllərimiz, daşa-daşa sellərimiz, yaşa-yaşa ellərimiz, günlərimiz. Aça-aça güllərimiz, daşa-daşa sellərimiz, yaşa-yaşa ellərimiz, günlərimiz var. Üstümüzdən keçdi külək, üstümüzdən keçdi külək, şən zarafat şirin kələk. Biz mehriban ailəyik, biz mehriban ailəyik, gəlin dostlar deyək gülək. Biz mehriban ailəyik, biz mehriban ailəyik, gəlin dostlar deyək gülək. Mehribanlıq saadətdir, mehribanlıq saadətdir, saadəti yaşada biz. Ömrün şövqü məhəbbətdir, ömrün şövqü məhəbbətdir, məhəbbəti yaşada biz. Ömrün şövqü məhəbbətdir, ömrün şövqü məhəbbətdir, məhəbbəti yaşada biz.
yarım sevməmək olmaz. Azərsüd Evita Gözəllik Mərkəzi, Diablonun baş sponsorluğu, Bioline Jato kosmetik vasitələrinin xüsusi sponsorluğu, Nur Mobiliyanın sponsorluğu ilə şəfalı həyata baxdınız.